Salam əziz izləyicilər. Süleyman Sani Axundovun Nurəddin hekayəsinin təhlilinə baxaq. Qeyd edim ki, hekayənin təhlilini biz EREM-in 2024 ədəbiyyat vəsaitindən təhlillər edəcəyik. Baxaq, başlayaq hekayəmizi oxumağa. Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi xasiyyətcə də gözəldir. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir füqarasına pul və xörək payladı. Oğlunun adını Nurəddin qoydular. Deməli, burada baxırıq, deyir, Hacı Nəsir adlı bir tacir var idi. Tacir obrazına başqa hansı əsərlərimizdə rast gəlmişik, bir onu xatırlayaq. Yadımıza salaq ki, biz Koroğlu dastanında Xoca Əziz adında Koroğlunun tacir dostu var idi. Koroğlu ilə Bolu bəy qolunda, sonra Durnateli qolunda, bax, o Xoca Əziz Koroğluya müəyyən xəbərləri gətirir, çatdırır. Sonra burada nə var əlavə bu oxuduğumuz hissədə? Burada deyir, bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm, kədəri, qüssəsi yox idi. Başqa hansı əsər idi? Oxuduğumuz başqa bir əsər var idi ki, orada da övladsızlıq, belə deyək də, acısı çəkən obraz var idi. Onu da yadımıza salaq. Deməli, Leyli Məcnun əsərində Məcnunun atasının da dərdi övladsızlıq idi. Yəni, ölümündən sonra onun, belə deyək də, bir varisi yox idi. Axırda deyir, bunların bir oğlu oldu. Hacı Nəsir oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir füqarasına pul və xörək payladı. Elə orada da, Leyli Məcnunda da Məcnunun atası, Məcnun doğulduqdan sonra, deməli, var dövlətini, belə deyək də, payladı, şad oldu, xəzinələr payladı, müəyyən bir, belə deyək də, şadyanalıq elədi. Eyni xüsusiyyətləri biz burada da görə bilərik. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir Gülüstan kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi. Bir gün bazardan qayıdarkən bir nəfəri körpü üstündə ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi, mən bir kasıb adamam. Əslim İranlıdır. Əldə xırdavat satmaqla 300 manat pul düzəldib buraya gəldim ki, mal alıb aparım. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar. Bu kişinin halına ürəyim yandı. Cibimdən 300 manat çıxarıb dedim. Ay kişi, al kişi, bu sənin 300 manatın. Get, mal al, kəsbindən qalma. Qazanıb sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et. Kişi əlimdən öpüb, adımı, mənzilimi soruşdu, sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil oldu. Hacı, sovqat üçün bundan əziz bir şey yoxdur, deyə Gülüstan kitabını mənə uzatdı. Qoy mən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə Sədinin bu Gülüstan kitabı yadigar olsun. Deməli, burada kasıb vəziyyətdə olan, yəni pulu uğurlanan hansı obraz oldu? Deməli, oldu Rəhim. Rəhim tərəfindən deyir, yəni mən oğlunuza, övladınıza bu Gülüstan kitabı yadigar olsun. Sonra deyir, dübarə razılıq edib getdi. Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı. Oğlum böyüyəndə bu kitabı oxuyar dedi. Nurəddin böyüyüb 8 yaşına çatdı, Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagird idi. Bir dəfə Həlimə hamamdan çıxanda özünü suyuğa verib yorğan döşəyə düşdü. Hacı Nəsir bir neçə məşhur həkim gətirdisə də onu sağalda bilmədi. O Nurəddin deyə-deyə vəfat etdi. Yadımıza salaq görək, biz hansı əsərlərdə həkim obrazına rast gəlmişik? Bax, onu rəylərdə özünüz qeyd edərsiniz. Hansı əsərlərdə həkim obrazı var? Hansı əsərlərdə o həkim gəldiyi xəstəni müalicə edə bilir, sağalda bilir? Hansında uğursuzluqla qarşılaşır? Bax, belə həkim obrazı olan əsərləri bir qeyd eləyərsiniz rəylərdə. Deməli, deyir ki, onu sağalda bilmədi. Nurəddin deyə-deyə vəfat etdi. Anasının vəfatından sonra Nurəddində böyük qəmgünlük görünürdü. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Hacı Nəsir evlənmək fikrinə düşdü. O, qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu, şəhərin 20 versliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı vardı. Bu şəhərin 20 versliyində, deyir, Hacı Nəsirin İmamverdi adlı tanışı vardı. İmamverdi onu mehribanlıqla qarşıladı, üzünü qızına sarı tutub dedi, Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdı. Gülpəri qısa boylu, dolu əndamlı, qara buğday, bədxasiyyət, 23 yaşında bir qız idi. Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi. Deməli, biz burada nəyi görürük? Gülpərinin xarici görkəminin təsvirinə görürük. 2 gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi. Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Get-gedə onun zülmü artırdı. 10 ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər də bu tövr rəftara daha davam gətirə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, qulluqçu Bahar da çoxdan çıxıb gedərdi.
Gülpərinin hər zülmünə davam edirdi. Tək ki, əli balaca Nurəddindən üzülməsin. Bax, bununla bağlı da biz yadımıza salaq görək, onu da rəylərdə qeyd eləyərsiniz ki, hansı əsərdə idi ki, o əsərdəki qadın obrazı başqa bir obraza görə qaldığını deyir da. Yəni deyir ki, mən əgər bu olmasaydı, o da deyir ki, mən çıxıb gedərdim. Və onu da rəylərdə qeyd eləyərsiniz. Görək hansı əsərdir. Deməli, Baharın burada qalma səbəbi nədir? Yalnız Nurəddinin tək olmaması. Nurəddinin anası da vəfat eləyib, Bahar elə bil onu himayə eləyir. Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyinə çox peşman oldu. Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Deməli, döyməsinin səbəbi nədir? Evə gec gəlməsi. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi, Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi. Ay yaramaz, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim. Sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan, bundan sonra səni bu evdə bir gündə saxlamaram. Bunu deyib Hacı Nəsir cəld bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. Hacı Nəsirin üçü çıxan kimi Gülbəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib dedi. Oğlum, daha dərsdən qalma, dur məktəbə get. Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi. Yəni, gör nə fikirləşir. Deyir, atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır. Əvvəldən belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi. Bu fikirdəykən Nurəddin məktəbə çatdı. Gülpərinin belə dəyişməsinə səbəb Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Yəni, Nurəddin tam ayırd eləyə bilmir Gülpəri niyə dəyişib. Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaq. O da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcək. İndi hiləgər qadın bu qəyyumluğu axtarırdı və məramına çatdı. Bax, yəni testlərdə bununla bağlı məqamlar var. Yəni hiləgər qadının əsas məramı nə idi? O qəyyumluğu almaq və qəyyumluğu da ala bilir. Nurəddin evlərinə qayıtdıqda Bahar ona əhvalatdan xəbərdar etdi. Deməli, Nurəddin özü bilmir. Bahar onu xəbərdar eləyir. Nurəddin Gülpərinin dəyişməsini başa düşdü. Bahar dedi, qorxma, nə qədər ki sən sağsan, Gülpəri bir qəpiyə də əl vura bilməz, səni incidə bilməz. Çünki onda onu qəyyumluqdan çıxararlar. Yəni, yenə Bahar burada bunu xəbərdar eləyir ki, sən narahat olma da. Yəni, onun sənin sağ olduğun müddətdə o sənin heç bir qəpiyinə də əl vura bilməz. Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Kəndə getməyə hazırlaşırdılar. 3 gün idi ki, Gülpəri səfərə yığışırdı. Gülpəri cəmi şeylərini sandıqlara doldurub özü ilə aparmaq fikrində idi. Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaq. Lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi. Bahar, sən şəhərdə qalassan. Evi səndən başqa heç kəsə ümid edib qoya bilmərəm. Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün çıxmalarını atasına məlum etmişdi. Deməli, atasına kağız yazıb getmələrini məlum etmişdi. Lakin səfərin ikinci günü gəlib oraya çatdıqda vağzalda nə atasını, nə də bir tanış adam gördü. Vağzalda qarşılaşma, obrazın vağzalda, belə deyək də, vağzalda başqa bir adama rast gəlməsi. Bax, o da bir əsərdə, maraqlı bir əsərdir. Orada da var ki, vağzalda bir qarşılaşır, sonra onu atasının yanına göndərir obraz. Bax, o əsəri də xatırlayıb, rəylərdə yazsaz yaxşı olar, vağzal söhbəti olan əsəri. Gülpəri nökəri Cəfəri göndərib 2 fayton tutturdu. Faytonu birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu. Qorxa-qorxa yola düşdü. Gülpərini qorxuya salan dağlar arasından, meşələr içindən keçən yollardı ki, onlarda çox vaxt soyğunçuluq, ittifaq düşər. Deməli, Gülpərinin qorxmasının səbəbi nədir? O dağlar arasında yolların soyğunçuluq yuvası olması. Meşənin qurtaracağına 2 vers qalmış, bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. Dayan, tərpənmə, atdan düş, yoxsa odladım. Əmraslan ağa, atma, mənəm. Gülpəri bu səsi eşitcək, sevinib qışqırdı. Əmraslan, əmoğlu, sənsən, nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələydi. Bilmirəm, kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib. Yəni, Gülpəri narahat olduğunu biruzə verir ki, burada, yəni ki, kağız yazmışam, çatmayıb, atamın başına iş gəlib, ya nə isə də, başqa bir şey. Əmraslan dedi, mənim sizin gəlməyinizdən xəbərim olmamışdı. Yəni, Əmraslan Gülpərini qarşılamaq üçün çıxmamışdı. Deyir, mənim sizin gəlməyinizdən xəbərim yoxdur. Özüm də evdən səhər çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel aparması olmuş. Deməli, bu kəndlə bağlı hansı məlumatı verir? Körpünü selin aparmasını. Sonra faytona minib Gülpəri ilə gizlin söhbətə başladı. Görək nə danışırlar. Əmraslan İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan sonra Tanrıqulunun övladı olmamışdı. Ona görə də valideyni Əmraslanı əzizləyib ərköyün böyütmüşdü. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmraslan 9 yaşına çatdıqda atası onu mollanın yanına oxumağa göndərdi.
Deməli, oxumağa göndərdi. 3 gündən sonra Əmraslan məktəbdən qaçdı. Tanrıqulu 1-2 adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. Əmraslan şkolada davam etmədi. Nadinc uşaq müəllimlərini təngə gətirmişdi. Axırda yoldaşlarının birini yaralamağının üstündə Əmraslanı məktəbdən xaric etdilər. Bax, bu nadinc uşaq obrazıdır. Yadınıza salın, Gələcək gün əsərində. Gələcək gün əsərində də o Firidungilin qaldığı yerdə də, yəni o tacirin oğlu da, yəni nadinc uşağı idi. İmamverdi Əmraslanın oxumayıb belə bitərbiyə qalmasından narazı idi. Bu barədə qardaşını müqəssir bilir. Deməli, İmamverdi bundan narazı idi və günahı kimdə görürdü? Qardaşında görürdü. Əmraslan 16 yaşına çatanda ata-anası dalbadal vəfat etdi. Ata-anası dalbadal vəfat etdi. Bax, bu, yəni ata-anasının dalbadal vəfat etməsini də biz orada həmin əsərdə elə gələcək gündə Firiduna aid eləyə bilərik. Yəni, onun da anası ölür, Tehrana köçdüklərinin 3-cü günündə, 3-cü ayında, daha doğrusu anası ölür, 3-cü ilində də atası vəfat edir. Yəni, bunun da valideynləri dalbadal vəfat etdi. 1-2 ilin ərzində yaramaz oğul atasından qalanların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da, qardaşı oğlunu pis yoldan qaytara bilmədi. Axırda onunla bilmərrə əlaqəni kəsib evinə qoymadı. Deməli, İmamverdi çalışdı. Məsələn, testlərdə bəzən verir ki, İmamverdi ümumiyyətlə çalışmadı, yaxın durmadı. Amma İmamverdi çalışır, amma onu pis yoldan qaytara bilmir və məcbur qalır əlaqəni kəsir. Nə qədər əlində dövləti var idi, Əmraslan Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi nə qədər mən sağam, bu iş baş tutmaz deyə onun təklifini rədd etdi. Gülpərinin könlü əmsi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmraslan bu əmrə razı deyildi. Çünki onun fikri Gülpərini almaq deyil. Bax, nə deyir? Deyir, Gülpərini almaq deyil, əmsinin dövlətini ələ almaq idi. Yəni, deməli, burada İmamverdi kişi qızını vermək istəmir, yəni razı olmur Gülpəri ilə onun evlənməsinə, amma deməli, Gülpəri amma qoşulub qaçmaq istəyir. Amma Əmraslan da bunu istəmir. Ona görə ki, onun məsələsi, onun belə deyək də, məqsədi bu Gülpərini almaq deyildi. Onun məqsədi əmsinin var dövlətini ələ keçirməkdir. Pis yola öyrənmiş Əmraslan yavaş-yavaş oğurluğa və yol kəsməyə qurşandı. Faytonda əyləşib Gülpəri ilə söhbət edən Əmraslan belə bir hərfdir. Deməli, burada müəllif bizə bu Əmraslanın kim olduğunu belə deyək də açıqladı. Kənddə bir neçə gün qalmışdılar ki, bir gün Əmraslan onlara gəldi. İmamverdi baba o biri otağa keçdi. Orada nə baş verdiyini Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi. Bu ittifaqdan 3 gün keçmiş, Gülpəri atasından izinsiz kəbinini kəstirib Əmraslana ərə getdi. Deməli, 3 gün keçdi. Bu Əmraslana ərə getdi, kəbin kəstirdi atasından icazəsiz. Gülpəri gətirdiyi şeylərin hamısını da özü ilə har apardı, Əmraslan gilə apardı. Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Əfsus ki, zavallı Nurəddin üçün xoşbəxtlik çox çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla razı olmurdu. Nəhayət İmamverdi baba istər-istəməz razı oldu, Nurəddin və Əmraslanın evinə köçdü. Az bir müddətdə Əmraslan Gülpərinin əlindəki nəqd pulunu alıb qumara, kefə tələf etdi. Deməli, az müddətdə Gülpərinin əlində olan bütün pulunu, bax elə biz burada görürük ki, əsərin bu hissəsində alır, qumara, kefə tələf etdi. Bir gün İmamverdi babanın iflic azarından dili tutulma xəbəri gəldi. Gülpəri və Əmraslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Deməli, nə xəbəri? İmamverdi babanın dili tutulması xəbərini aldılar. Gecə Əmraslan və Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur, yəni ağır vəziyyətdə deyil. Bu xəbərdən Nurəddin şad oldu, öz-özünə dedi, yox Əmraslan məni öldürsə də səhər sübdən qaçıb babamı yoxlamağa gedəcəyəm. Deməli, məqsədi nədir? Babasını görmək, babasına baş çəkmək. Bu fikir ilə Nurəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizlincə İmamverdi babası gilə getsin. Nurəddin qəflətən Əmraslan ilə Gülpərinin səsini eşitdi. Qəflətən, deməli, bağçada onların səsini eşitdi. Kolun içinə girib gizləndi. Əmraslan Gülpəriyə deyirdi, sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur. Deməli, burada Əmraslan Gülpəriyə nə deyir? Deyir ki, zəhər verməkdən başqa çarə yoxdur. Söhbət kimə zəhər verməkdən gedir? Bax, burada Nurəddinə zəhər verməkdən gedir. Amma Nurəddin onu səhv başa düşür. Deyir, yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə yaxşı oldu ki, bunların fikrini bildim. Nurəddin bu fikirdə ikən Əmraslan başladı. Deməli, indi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır, bahardakı uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü?
Deməli, burada artıq bu hissədə biz görürük ki, yəni Əmraslan deyir ki, Əmraslan burada deyir ki, yəni ki, bu İmamverdi kişi xəstələnib yatıb, Bahar da uzaqdadır, yəni heç kəs Nurəddini axtarmayacaq da. İndi sonra nə deyir? Deyir, bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz durdu. Artıq uşaq anladı ki, deməli bu öldürülmək, bu belə deyək də, bunu öldürmək istəyirlər. İmamverdi babanı yox. Yazıq uşaq qorxusundan nəfəsini içinə çəkmişdi ki, deyəsən bir ruh idi, yəni ruhsuz vəziyyətdə idi. Nurəddini indi nə deyir? Əmraslan yenə davam edir. Deyir ki, Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. O su çəkdiyi halda daldan tüləyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısansa, deyib bu axşam əmələ gətirim. Deməli, burada Əmraslan iki dənə, belə deyək də, iki fikir deyir ki, Nurəddini necə öldürmək barədə. Bir deyir ki, ona zəhər verək, sonra da deyir ki, onu quyuya salaq. Yəni onun maraqlanan, onu axtaran olmayacaq, quyuya salaq. Gülpəri görün nə deyir? Gülpəri deyir ki, razıyam, deyə Gülpəri cavab verdi. Əmraslan və Gülpəri getdilər. Artıq bunların hamısını danışığı Nurəddin eşitdi. Birazdan sonra Nurəddin kolluqdan çıxdı. O yan bu yana baxıb qorxa-qorxa yola düşdü. İndi daha mən İmamverdi babanın yanına niyə gedim? O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu. Ancaq yolu azıb meşədən çıxa bilmədi. Gün batan zaman bir şaxlı, budaqlı ağac tapıb üstünə çıxdı ki, gecə orada yatsın. Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Deməli, getdiyi bir ağacda yatdı. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb ağacdan düşmək istəmədi. Yolçu dedi: Ağacdan düş oğlum, mən səni evinizə apararam. Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi. Mənim evim yoxdur, əmi. Mən atasız, anasız bir yetiməm. Yəni yetim olduğunu deyir. Dilənçi dağarcığından bir qədər quru çörək, soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri dilənçiyə nağıl elədi. Deməli, birinci aclığını dəf elədi. Ondan sonra yaşadıklarının hamısını dilənçiyə danışdı. Bax, burada da yenə maraqlı bir məqam var. Bax, bu dilənçi obrazı görürük ki, Cənnətəli dilənir də, dilənçidir. Bax, dilənçi obrazı fikirləşək görək başqa hansı əsərdə, bax, ipucu da verim ki, baş qəhrəmanın bacısı dilənçilik eləyir. Hansı əsərdə idi ki, dilənçilik eləyir. İndi burada da nəysə, buna hadisələri danışdı. Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər. Nurəddin dilənçiyə yalvardı. Qorxma oğlum, səni aparıb evinizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdır. 12 gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar. Deməli, bunlar 12 gün yol gəldilər. Böyük bir şəhərə gəlib çatdılar. Cənnətəli xəstə olduğuna görə Nurəddini dilənməyə göndərdi. Deməli, Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi. Bir-iki küçə dolandısa da həya edib heç kəsə əl uzada bilmədi. Burada indi bununla bağlı da suallar düşə bilər. Bura diqqət eləyək ki, yəni Cənnətəli xəstə olduğuna görə Nurəddini göndərir. Amma Nurəddin heç vaxt dilənmədiyinə görə, yəni o dilənə bilmir. Yəni heç kəsə əl aça bilmir. Küçələrdən birini keçərkən ayağı büdrəyib yıxıldı. Bu halda bir fayton iti gəlirdi, sürətli, cəhd gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini vurdu. Bunu görərək adamlar qışqırışıb yürüşdülər. Nurəddini götürdülər, Rəhimin faytonuna qoydular. O da minib dedi. Deməli, bu Nurəddini vuran fayton kimin faytonudur? Rəhimin faytonudur. İndi baxacağıq, görəcəyik bu Rəhim kimdir. Tez sür evə. Rəhim şəhərin məşhur cərrahını çağırdı. Bax, yenə həkim məsələsi. Məşhur cərrahı çağırdı. Həkim Nurəddinin yaralarının yerlərini yuyub sarıdı və dedi, qorxulu yarası yoxdur. 5-10 günə, bax 5-10 günə sağalar durar. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə kimdir? Rəhimə bu Rəhimin həyat yoldaşıdır. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli, həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədi ilə cırdı. İçindən bir balaca kitab çıxdı. Deməli, Rəhimə o duanı niyə çıxartdı? Duanın parçası çirkli olduğuna görə, köhnəldiyinə görə onu çıxartdı və gördü ki, içindən bir kitab çıxdı və göstərir, deyir, kişi, gör bu nədir? Deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhimə uzatdı, həyat yoldaşına uzatdı. Rəhim ona baxıb dedi, şükür olsun, axırda tapdım. Sonra üzünü uşağa tutub dedi. Deməli, buradan biz belə nəticəyə gəlirik ki, bu Rəhim ola bilsin ki, Nurəddini axtarırmış. Yəni, bəlkə də bilib Nurəddinin atasının, anasının başına gələnləri, neyniyib, Nurəddini axtarırmış. İndi tapdığına burada bu görürük ki, şükür eləyir.
Soruşur, sənin adın Nurəddindirmi, oğlum? Bəli deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə soruşdu. Kişi, sən bunun adını haradan bildin? Rəhimə, bu uşaq axtardığımız Hacı Nəsirin oğlu Nurəddindir. Bax, deyir burada da Aysoğlu. Deyir ki, bu axtardığımız, deməli bunlar Hacı Nəsirin oğlunu axtarırlarmış. Yəni bunların məlumatdan xəbəri var ki, o Hacı Nəsir həyat yoldaşı vəfat edib. Sonra deyir ki, bu əlimdəki də sənə nağıl etdiyim Gülüstandır. Nurəddin sağalıb ayağa durmuşdu. Rəhim və Rəhimə Nurəddindən bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi soruşdular. Bax, burada diqqət eləyin. Deməli, yatdığı vəziyyətdə yox. Yəni ki, xəstə olan vəziyyətində yox. Artıq bir müddət keçir, 5-10 günə keçir. Yəni xəstə Nurəddin yavaş-yavaş sağalır. Sağalandan sonra, amma tanış olma məqamı əvvəldir. Amma bu sağalandan sonra onun niyə dilənçilik etdiyini, bu hala düşməyinin səbəbini soruşdular. Sonra soruşdular. Nurəddin başına gələni nağıl etməyə başladı. O nağıl etdikcə rəhimdil qocalar ah çəkirdilər. Deməli, rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılı tamam edib, Rəhimdən təvəqqə elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Deməli, Nurəddin tamam sağaldı, ayağa durdu və ondan sonra bu Rəhimgil onun başına gələni soruşdular və Nurəddin də o başına gələn hadisələri danışdı və xahiş elədi ki, məni Baharın yanına göndərin. Rəhim Nurəddinin kitabını əlinə götürüb dedi, oğlum, bu kitabın əhvalatını bilirsənmi? Bəli, atam söyləyibdir, deyə Nurəddin cavab verdi. Bax, bunlara da diqqət eləyin. Deməli, o xəstə vaxtı, xəstə olduğu müddətdə kitab məsələsi də yoxdur. Yəni, kitab, hansı ki, o Nurəddin sağalıb ayağa qalxdıqdan sonra kitabın məsələsi açılır, kitab nə olduğu meydana çıxır. Sonra deyir ki, oğlum, o Rəhim mənəm, Bahar səni mühafizə edə bilməz. Deməli, nə deyir? Deyir, Bahar səni mühafizə edə bilməz. İndi sən razı olsan, Bahara da yazaram gələr. Yəni, burada nə deyir? Deyir, sən razı olsan, Bahara da deyərəm gələr. Nurəddin bu təklifi qəbul etdi. Rəhim Nurəddini Edadi orta məktəbinə qoydu. Yəni, o dövrün məşhur məktəblərindən biri idi bu Edadi orta məktəbi. Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi. Onunla görüşdü. Deməli, nə vaxt gördü Cənnətəlini? Bir dəfə dərsdən qayıdarkən, məktəbdən qayıdarkən onu gördü və sevindi. Baba, sən mənə yaxşılıq etdin. İndi mən sənə yaxşılıq edəcəyəm. Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban təyin etdilər. Bağçaya bağban təyin etdilər. Bax, bu yenə bağban obrazı. Yadımıza salaq, hansı əsərdə idi? O da elə gələcək gündə deməli Firidunun atası bağbanlıq eləyirdi. Yəni 100 ildən artıq bağbanlıq edirdi. Sonra gedir müəllimin bağçasında da bağbanlıq eləyir. Burada da yəni Cənnətəli əvvəl dilənçilik eləyir, sonra ona yəni təsadüfən məktəbdən qayıdanda bu Nurəddinlə görüşür. Nurəddin onu evə gətirir, bu Rəhimgilə gətirir və onu bağçaya bağban təyin edirlər. Bir axşam Nurəddin Rəhimə ilə çay içdiyi zaman Bahar qapıdan içəri girdi. Deməli əvvəldə gördük ki, Bahara bunlar məktub yazdılar və Bahar gəldi. Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəh qalxıb dedi, Bahar, məni tanımırsanmı? Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi, vay, Nurəddin sağ imiş. Bunu deyib Nurəddini bərk qucaqladı. Bahar biraz rahat olandan sonra dedi, Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Deməli, hamı Nurəddini ölmüş bilir. Bir də gördüm ki, Əmraslanla Gülpəri budur, gəldilər. Evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər. Mənə də dedilər ki, Bahar, indi sən bizə lazım deyilsən. Bu nağıl etdiyimiz zamandan 10 il keçdi. Deməli, bu, belə deyək də, Nurəddini Rəhimin faytonunu vurdu və tapdılar, gətirdilər, ardıca Cənnətəlini tapdılar, sonra Cənnətəldən sonra Bahar gəldi. İndi burada artıq bunlar bir müddət yaşayırlar, yəni hamısı bir yerdə şad-xoşbəxt yaşayırlar və ondan sonra artıq deyir 10 il keçdi. Rəhimin evində böyük qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq Nurəddinin Edadi məktəbini qurtarması münasibəti ilə yoldaşlarına verdiyi ziyafət idi. Deməli, nə məqsədlə idi qonaqlıq? Nurəddinin Edadi məktəbini qurtarması münasibəti ilə yoldaşlarına verdiyi ziyafət. Axşama 2 saat qalmış qonaqlar dağılmağa başladı. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Niyə getdi? Havaya vermək üçün. Axşam vaxtı Külfət hamısı çay süfrəsinə hazır olan vaxt Nurəddin içəri girib dedi, ata, sizə bir qonaq gətirmişəm. Təvəqqə edirəm, qəbul edəsiniz. Deməli, hamı çay süfrəsində olanda bu gəzməyə çıxır, hava almağa çıxır və onda bir qonaqla girir. Edərəm oğlum, de içəri gəlsin. Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı və dedi, ana, artıq burada anaya müraciət edir. Bilirsənmi bu dilənçi arvad kimdir? Gülpəridir deyə Bahar qışqırdı. Bəli, Bahar,
Gülpəridir. Deməli, o dilənçi arvad, belə deyək də, dilənçi arvadı birinci tanıyan kim olur? Yəni Nurəddindən sonra Gülpəri tanıyır. Nurəddin Gülpəriyə tərəf döndü və dedi: Gülpəri, indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçirəm, bağışlayıram. Bunu eşitcək Gülpəri ağlaya-ağlaya, deməli, Nurəddinin ayağına yıxıldı. Nurəddin Gülpərini qaldırıb oturtdu. Gülpəri başladı indi özünü müdafiə eləməyə. Doğrudur, deyir, sənin dövlətinə sahib olmaq istəyirdim. Amma, deyir, ölümünü istəmirdim. Məni yoldan çıxardan şeytan Əmraslan oldu. Sonra səni ölmüş bilib malına sahib olduq. 1-2 il ərzində Əmraslan pulları qumarda uduzub qurtardı. Sonra əvvəl şəhərdəki, ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əlindən çıxardan sonra Əmraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu. Deməli, bax, burada yenə, bax, bu məqamda yadımıza salaq, hansı əsərlə ortaq götürə bilərik biz bu Əmraslanın bu hərəkətini, əməlini. Oqtay Eloğlu əsərində xatırlayırsınız da, Danyar bəy Firəngizlə evlənir. Firəngizin malı, mülkü qutarandan sonra Firəngizi qovur, evdən çıxardır, gedir başqa bir qadınla evlənir, belə deyək. Burada da yəni belə müəyyən qədər Əmraslan, belə deyək də, Gülpərinin başına gələn hadisələri orada oxşarlıq kimi götürmək olar. Amma burada nədir? Əmraslanın taleyi sonra tamam başqa cür olur. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Bax, yenə burada bu deməli biz Gülpərinin də dilənçi kimi görürük. Gülpəri də dilənçilik edir. Məsələn, Cənnətəlidir, Gülpəridir, Sevərdir. Bax, biz bu obrazları dilənçilik eləyən obrazlar kimi ortaq xüsusiyyət götürə bilərik. Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi: "Oğlum, indi rahat ola bilərəm. Çünki sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm." Yəni 10 ildir görürük ki, Rəhim Nurəddinə tərbiyə verir və bu gün də onun nəticəsini görür. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim. Deyir, mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim. Çünki mən ancaq yaxşılığa yaxşılıq etdim. Yəni əsərin əvvəlində gördük ki, Nurəddinin atası ona yaxşılıq eləmişdi. Bu da bu yaxşılığa yaxşılıq eləyib. Bu hər kişinin işidir. Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi hər kişinin işidir. Bunu deyib Rəhim Nurəddini qucaqlayıb öpdü. İndi təhlil hissəsinə bir göz gəzdirək tez. Burada nə deyir? Bilirik ki, əsər epik növdə yazılıb, yəni janrı hekayə janrındadır. Ailə, məişət münasibətləri, tərbiyə məsələləri. Nəyə əsasən deyirik hekayədir? Yəni sujet xətti yığcamdır. Hadisələr belə deyək də çox şaxəli deyil, yığcam şəklində əks olunub. Obrazların sayı azdır. İdeyası nədir? İdeyası yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Yaxud yaxşılıq etmir, o öz sahibinə qayıdır. Bax, bu da əsərin əsas ideyasıdır. Əsərdə bilirik ki, hekayənin əsas xüsusiyyətlərindən biri nədir? Bütün hadisələr baş qəhrəmanın taleyi ilə bağlı olunur. Burada da Nurəddinin taleyi ilə bağlıdır. Gülpəri və Əmraslan obrazları mənfi obrazlar olub, şərin, pisliyin simvolu hesab olunur. Yəni, onların heç bir müsbət xüsusiyyəti yoxdur. Yəni, bunlar ancaq əsərdəki iki mənfi obrazdır. Mətndəki əsas fikir kimliyindən asılı olmayaraq, hər kəs öz gücü çatdığı qədər yaxşılıq etmək ixtidarında olmalıdır. Ana-ata qayğısından məhrum olan Nurəddin bütün meylini kimə salır? Bahara salır. İnsan öz etdiyi əməlin bəhrəsini dadır. Hər hansı bir yaxşılıq edilərkən onun qarşılığında təməlla gözlənilməməlidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə başa çatır. Bu da ədəbiyyatımızda demək olar ki, bir çox əsərlərin əsas ideyasıdır. Nurəddinlə bağlı müəllif görək nə yazırlar. Nurəddin ağıllıdır, uzaq görəndir, mərddir və pisliyə yaxşılıqla cavab verir. Oxumağı ilə hamıdan seçilir. Anasının vaxtsız ölümü onu sarsıdır. Diribaşdır, vəziyyətdən çıxmağı bacarır. Gülpəri Əmraslanla evləndikdə onu İmamverdi babanın yanında qoyduğu üçün sevinir. Rəhimin yanında qalarkən Cənnətəlinin yaxşılığının qarşısında olaraq bağban kimi işləməsini istəyir. Gülpəri ilə qaçdıqdan 10 il sonra qarşılaşır. Yəni Gülpəri ilə qaçandan sonra dedikdə 10 il sonra Edadi məktəbini bitirməsi münasibəti ilə ziyafət verir. Həmin gün küçədə Gülpəri ilə qarşılaşır. Sonra Hacı Nəsirlə bağlı görək nə deyir? Oğlu dünyaya gələndə fəqir füqaraya pul və xörək paylayır. Bayaq da dedik bunu Məcnunun atası ilə də ortaq götürə bilərik. Kasıbı əl tutur, bəli. Oğlunun sağlamlığı üçün dua etməyə xahiş edir. Xeyirxah, ailəcanlı, aylaçıq bir insandır. Həyat yoldaşı Həlimə xanım soyuq dəymədən vəfat edir. Oğlunun haqsız yerə döyülməsinə dözə bilmir. Gülpəri ilə evləndiyinə görə peşman olur. Yəni bunu da bəli Nəsirlə bağlı bu xüsusiyyətləri
götürə bilərik düzgün kimi. Gülpəri necədir? Kobuddur, bədxasiyyətdir, 23 yaşında bir qızdır. Bayaq da gördüyümüz kimi əsərdə onun xarici görkəmində təsviri verilir. Hacı Nəsir öldükdən sonra pula görə Nurəddinlə xoş rəftar edir. Yəni Gülpəri Nurəddin ilə 10 il sonra dilənçilik edərkən qarşılaşır. Yəni biz belə deyək də, o Oqtay Eloğlu'nda da, Oqtay Eloğlu əsərində də Oqtayla Sevər elə dilənçilik məqamında qarşılaşır. Burada da Nurəddinlə Gülpəri dilənçilik edərkən qarşılaşırlar. Sonda Nurəddin tərəfindən bağışlandıqdan sonra başına gələn hadisələri və Əmraslanın sonunu danışır. Yəni ki, birinci Nurəddin onu bağışlayır, bağışlayandan sonra Əmraslanın başına gələn hadisələri danışır. İndi baxaq görək Bahar haqqında nə yazırlar. Nurəddinə anası qədər qayğıkeşlik edən, mehriban bir insandır. Gülpərinin bütün kobudluqlarına baxmayaraq Nurəddinə görə yanından ayrılmır. Yəni Bahar dediyimiz kimi də, yəni ki, Nurəddini tək qoymaq istəmir, himayəsiz qoymaq istəmir. Gülpərinin bütün niyyətlərini Nurəddinə başa salır. Kim? Bahar. Rəhim görək nədir, kimdir? Əslən İranlı olur, Hacı Nəsirlə mal almaq üçün gəldiyi yerdə pulun oğurlanması nəticəsində tanış olur. Sədi Şirazinin Gülüstan kitabını atası vasitəsilə Nurəddinə bağışlayır. Təsadüfən yaralanan Nurəddini evinə gətirir, ona atalıq edir. Əmraslan İmamverdinin qardaşı, Tanrıqulunun ərkeyin oğludur. Uşaqlıq xatirələri barədə məlumat verilir. Bəli, burada yəni uşaqlığı ilə bağlı, məktəbdə qovulması ilə bağlı məlumat verilir. Gülpəri ilə niyə evlənir? Gülpəri ilə pula görə evlənir. Nurəddini əvvəlcə zəhərləyib, sonra quyuya ataraq öldürmək planı da Əmraslana aiddir. Oğurluqla, quldurluqla məşğul olur, əməlinin qurbanı olur və divan tərəfindən tutularaq asılır. İnanıram ki, izahım sizin üçün faydalı olar. Rəy bildirməyi, belə deyək də, əsərdə, təhlildə verdiyim suallara cavab yazmağı unutmayın.